İzləyicilər, xoş gördük hər birinizi. Bugün sizi Bina Açılıq qəsəbəsindən salamlayırıq. Mən Gülşenlər çox yaxın Koroğluya gedən maşın yolu üstə. Çox yaxın 200 metr məsafə, orta yola da 200 metr məsafə. Geniş küçədə, səliqəli küçədə, belə bir 3 otaqlı evimizin tam yolun kənarında, 3 otaqlı evimiz 120 kvadratdır, 2 sot həyətin içindədir, bakı daxil ola bilir, 3 daş kürsülüdür. Bu hissədə kombi otağı ve evin arkasına fırlanmak için böyük bir yeri var. Burada teras sesi var. Burada çay içmek için, yemek yemek için güzel bir şərait var. Burada evimizin içərisindən tanış olaq. Artıq o kimi belə geniş bir ol hissəsidir. Sol tərəfdə mətbəx hissəsi ətraflı ilə tanış olaq. Geniş və səliqəli, tam olaraq qoşa daşdan tikilib, şəxsi tikilidir. Bırak evimizin tam otaqlarıyla sizləri tanış edeyim. Sağ tərəfimizdə sanitar və samsel qovşağı mövcuddur. Burada tanış olaq. İzləyicilər. Bura isə bizim çox geniş və səliqəli, zövqə uyğun təmirli qonaq otağımız. Bu da evimizin sənədləridir. Arxив sənəddir, ucaya gedən sənəddir. Qazı işığı, suyu var. Bu da evimizin bir geniş yataq otağı. Yani pəncərədən də təqdim edək. Yəni evin arkasına tam keçməyə. Yəni bir 2 metr məsafə mövcuddur. Yataq otağı. Buradan pəncərədən bir daha təqdim edək sizlər üçün. Hani evin böyrünə, arkasına tam keçmək mümkündür. Əziz və dəyərli izləyicilər, bu gözəl möhtəşəm evimiz əşyasız satılır, əşyasız. Əşyasız evimizin start qiyməti 82.000 manat. Reallık olsa yenə də indirim olunacaq. Bizi izlədiyiniz üçün təşəkkürlər.